Hamıya salam uşaqlar, mən Ayxan. Bugün sizlərlə birlikdə yeni bir video ilə qarşınızdayım uşaqlar. Bugün sizə idman videosu açmışam qabağınızda. Bugün sizə biləyinizi necə gücləndirə bilərsiniz, necə həm də muskula da biraz təsir olacaq. Əsas muskul belə jim vurmaqdır, turnik vurmaqdır əslində, amma yəni bunun da gücü olur muskula. Hər nəsə, bunu qoyduq bir kənara. Onu deyim ki, bugün sizə belə deyim, qolda necə əzələ, damar belə çıxır, çox görsənmir, düzdür burada. Axırında videonu göstərəcəm sizə, çünki mənim burada damarlarım var. Bugün sizə qolda necə damar çıxır, bilək gücü, onu sizə göstərəcəm. Belə eləyəcəyik ki, buradan belə damarlar çıxacaq. Kim istəyirsə videoyu izləsin. Həm də sizə çox belə yaxşı bir təsiri olar. Hər nəsə. Bir də ki, uşaqlar, əvvəllər onu bildirim ki, sizə şərhlərin bağlanılması mənim səbəbim deyil, YouTube bağlayıb onu. Bir də ki, burada əvvəlcədən bir dənə hesab var idi, o da mənim hesab özüm açmışdım, bir-iki videom var idi, çox video atmırdım. Orada mən, yorumlarda pis sözlər yazanlar olur, biri söyüş yazır, biri neynir, belə şeylər olmuşdu. Ona görə də kanal da bağlandı, yorumlar da bağlandı. Əslində bu hesab başqa bir hesab idi. Yəni ona görə indi də belə qalıb da yorumlar bağlanır. Çünki çox YouTube bağladı. Pis şeylər yazılır da yorumlarda. Hər nəsə, bunu qoyduq bir kənara, çox uzatdım, keçək videoya. Deməli başlayaq uşaqlar. 5 dəqiqədə bu gün sizə necə bilək yığa bilərsiniz onu göstərəcəm. Başlayaq. Bir dənə buradan saniyan qoşun. Başladıq. 3, 2, 1. Hamınız mənlə bir yerdə eləyəcəksiniz. Yaxşı. 3, 2, 1. Neçə vaxt heç özüm deyiləm, belə çox. Amma yenə də mənim qolda belə damarlarım var. Belə sizə göstərəcəm. Sıxacam belə görsənəcək. Axırda hər qız çeyə bilər. Bu normaldır. Özünüzü biraz dözümlü saxlamalısınız ki, belə özünüzü biraz dözümlü saxlayın ki, qollarınızda da damarlar çıxsın. Biraz göstərim sizə. Çeyməyə başladı əllər. Son 10 saniyə uşaqlar, qətiyyən buraxmayın. Qəti şəkildə buraxmayın. Çeyməyə başladı. Sizdə də hiss edirəm, Yusuf, sizdə də çeyir. Bütün. 3 hərəkətimiz qaldı. 4 hərəkətdən ibarət olacaq. O bir hərəkətimizə keçək. Bir də kameramı biraz belə qoyub yaxşı görə biləsiniz. Belə göstərim sizə. İki hərəkət. Mənim çeyim, nəysə. Çox uzatmayaq. Əsas hərəkətini sizə göstərəcəm. Baxın, baş barmaqlarınızı belə qoyub, əllərinizi belə verəyim. Bu əli mən çox deyirəm, əsas buranı edirəm. Həm də üstdən də belə, əsas budur. Üstdən də çünki damarlarınız çıxır, əzələləriniz çıxır. Gördüyünüz üçün baxın, burada təsirləri olur. Eyni mənə kimi baxıb edin. Bu hərəkət də bitdi. Sonda sizə çox gözəl, əsas bir şey göstərəcəm, amma indi onu da deməyək. Çünki videonun maraq qaçar. Son hərəkətimiz isə budur uşaqlar.
Əllərinizi belə qoyun. Dedim 5 dəqiqəsində biraz vaxt keçə bilər, amma olsun da yaxşı. Baxın əllərinizi belə eləyin. Yəni çəyməyə başladı o şeylər. Son 5 saniyə. Bəli, bu son hərəkətimiz idi. İndi isə sizə göstərim. Mən bu hərəkəti bir də onu deyim ki, sizə neçə vaxtlar olar ki, eləyirəm. Yəni neçə vaxtlar eləyirəm. Damarım sıxıb, siz indidən başlamış ola bilərsiniz. Ona görə mən sizə hərəkət göstərəcəm. O sizdə alınmaya bilər. Təbii ki, də o sizdə alınmayacaq. Yəni belə başa düşməyin də. Yaxşı mənada. Baxın indi uşaqlar. Damarınızın görsənməsi üçün elə bil ki, baxın belə indi bax. Baxın, buranızı sıxın, 10 saniyə boyunca əlinizi belə eləyin, sizə göstərəcəm damarlarını. Belə eləyin. 3, 2, 1. İndi riskdən belə bəşlənməyəm ki kimi. Sıxın buranızı. Görsəniz. Yaxşı görsənmədi deyəsən. Gözlüyüm mən sizə belə göstər. Ha, uşaqlar, baxın. Biraz kameranı düzəldim. Baxın, belə eləyin. Bərkdən sonra belə eləyin, baxın. Görsənir buralar. Yaxşı deyəsən görsənir. Gözlüyün. Yəni bu hərəkət əslində məndə damar çoxdur deyə, baxın əllərimdən də yəqin bilinir. Çoxlu damarlarım var mənim. Baxın görsən, burası biraz kamera yaxşıdır, ona görə üzr istəyin. Videom bu qədər. Kanalıma abunə olub like atmağı unutmayın. Gördüyünüz kimi olsa damarlar məndə yəni nə qədər çoxdur. Belə abunə olub dediyim kimi like atmağı unutmayın. Sağ olun, görüşənədək.